Hər vaxtınız xeyir, əziz izləyicilər. Kiçik çavuş Mirəliyev Mirəli Vaqifoğlu. Adını Azərbaycanın qəhrəmanlıq sallanmasını qızıl hərflərlə yazdıran igidlərimizdən biridir. 20 iyul 1973-cü ildə anadan olan Mirəli gənc yaşlarından vətən sevgisi ilə yoğrulmuş, Azərbaycan ordusunun sıralarına qoşularaq müqəddəs bir yolun yolcusuna çevrilmişdi. Xidmət etdiyi hər bir gün o döyüş ruhu, fədakarlığı, nizam-intizamı ilə seçilmiş, ona verilən hər bir tapşırığı diqqətli və məsuliyyətli şəkildə yerinə yetirmişdir. Mirəli Mirəliyev silahını yalnız torpağını qorumaq uğrunda qaldıran, canını isə vətən uğrunda fəda etməyə hazır olan mərd bir əskər idi. O həm silahdaşlarının yoldaşı, həm də komandanlığın güvəndiyi bir çavuş idi. İndi isə onunla bağlı qısa video çarxı izləyək, daha sonra onunla bağlı xatirələrə nəzər salaq. O 20 iyul 1973-cü ildə doğuldu. Hələ gənc yaşlarında vətən sevgisi ilə böyüdü. 6 aprel 1991-ci ildən etibarən Müdafiə Nazirliyində xidmətə başladı. Kiçik çavuş Mirəli Mirəliyev 2-ci tağımın 3-cü bölüyünün bölmə komandiri idi. Xidmət etdiyi bütün illər ərzində özünü nizam-intizamlı, məsuliyyətli və cəsur bir hərbçi kimi göstərdi. Komandanlığın verdiyi hər tapşırığı vaxtında və dəqiqliklə yerinə yetirdi. Döyüş hazırlığını daim artırmağa, bölüyün gücünü möhkəmləndirməyə çalışdı. O yalnız hərbi xidmətlə kifayətlənmədi. Vətəninin suverenliyini pozmağa cəhd edən düşmən qüvvələrə qarşı ön cəbhədə vuruşdu. Qubadlıda, Füzulidə, Ağdamda, Ağdərədə neçə döyüş bölgəsində igidliklə iştirak etdi. 24 mart 1993-cü il Ağdərənin Paprevənd kəndində müdafiə xəttində vuruşaraq böyük qəhrəmanlıq göstərdi. Həmin döyüşdə sinəsindən ağır güllə yarası aldı. Onun igidliyi unudulmadı. 3 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin əmri ilə Azərbaycan bayrağı ordeni ilə təltif olundu. Bu orden onun vətənə bağlılığının, döyüş meydanındakı şücaətinin və əvəzsiz xidmətinin rəmzi olaraq tarixə yazıldı. Mirəli Mirəliyev, sən ölməz adını, şərəfini və qəhrəmanlığını bu xalqın yaddaşına əbədi həkk etdin. Ruhun şad olsun, şəhidim. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Xudaverdi Bilqız İbrahim qızı, Bakı şəhəri, Sabunçu rayonunun Maşlağa qəsəbəsində anadan olmuşam. Bizə övladınızın uşaqlıq və gənclik illərindən biraz bəhs edin. Həyat qurduğum illərdə ailəm çox firavan yaşamışıq. Hal-hazırda mən 5 evladım olduğundan ilk evladım şəhid Mirəliyev Mirəli olmuşdu. O da 1973-cü ilin 20 iyul ayında anadan olduğundan 7 yaşından 187 sayılı məktəbə 1-ci sinifinə daxil olmuşdu. Oranı 8 illik oxuyub qutarandan sonra uşaqlığı çox qəşəng oğlan olduğundan məhəllədə ona babasının adını olduğunu Mirbaba deyərdilər. Açıq söz, hamısının sevimlisi olmuşdu. Məktəbdə də onu uşaqlar çox hörmətlə 8-ci sinifə qədər açıq söz, yaxşı qiymətlərlə oxuduğuna görə direktorun fərmanı olmuşdu ki, yaxşı idmançısan sən Mirəli, səni idman institutuna göndərəcəm. Ancaq belə oldu ki, onun dülgərlik həvəsi vardı, dülgərlik sənətinə. 8-ci sinifini bitirəndən sonra o 6 saylı peşə məktəbinə getdi. Ancaq onun rəhmətlik Məhəbbət müəllimi sinif rəhbəri idi. Onu çox istədiyindən qoymurdu ki, getsin o məktəbdən, 10-cu sinifi oxusun, qutarsın. Ancaq bu həvəsi onu inanmazsınız, elə zətlər düzəldi, tapançalar deyirik də bizim də, o tüfəngi düzəldi, tapança düzəldi, inanmazsınız, uşağın 14-15 yaşında uşağın belə istedadı olduğunu hamısı məhtəl qalmışdı. Beləçinə olduqdan sonra
Əskərlik dövrü başladı. Əskərlik dövründə də inanmazsınız aktivni. Həmişə da çağlandı hərbi komissarlığa. Özü qaça-qaça gedirdi ki, mən əskərliyə gedəcəm. Bilirsiniz nə olacaq? Mən mayor olacağam. Hələ də oldu. Əskərliyini 1991-ci ildə hərbi xidmətinə götürüldükdən sonra 6 iyun 92-ci ildə hərbi xidmətə Daxili Nazirliyin qoşunlarına qəbul elədilər onu. 92-ci ilin hardasa iyul-may aylarında idi də bu müharibə başlananda bunlar getdilər Qubadlıya. Qubadlıdan sonra getdilər Füzuli rayonuna. Çünki Şuşanın alınma fərəsi. Ancaq bundan qabaq böyük polk qələbə qazanmışdı. Bunları televizorda göstərdilər onların qələbəsini. Sonra nəsə yenə ermənilərin hücumundan məruz qaldıqlarına görə getdilər Füzuli şəhərinin şəhərciyində hərbi xidmətini davam elədi. Orada kəşfiyyata da göndərirdilər. İnanmazsınız, mayor Vidadi Abdullayev neçə dəfə ona təşəkkür edir. Komandirlər təşəkkür edirdilər ki, sən qəşəng sıravi əskərsən, onun da təətifləri var. Hardasa 93-cü ilin 21-i martın 21-də onları yenə təzədən hücuma göndərmək Ağdam şəhərinə göndərirlər. 3 gündən sonra onlar Ağdərə rayonuna hücum eləyirlər. Hücumda dəhşətli mühasirə olduğundan, ermənilər dağ üstündə olduğundan bunları atəşə tuturlar. Dəhşətli atəşdə bunların özü də deməli, daxili qoşunların 2-ci tabarinin 3-cü bölgü komandiri vəzifəsini o vaxt eləyirdi. Hardasa onlar hücuma keçəndə bu Əbülfəz adında əskər beynindən, başından yaralanır. Sonra Kənan yaralanır. Neçə uşaqlar bu komandirliyini atır özünü qabağa gedir. Mən uşaqları oradan götürüm. Çəkim, ipi verin mənə, mən onları bağlayayım, siz çəkin ki, bunlar erməni qəsbikarlarına qalmasınlar. Yoxsa ki, girov götürməsinlər. Belə dövrdə hardasa 4-5 əskəri çəkəndən sonra görürlər ki, Mirəlidən səs gəlmir. Onun öz bağladığı ipi çəkirlər, görürlər ki, haçanda ucun sinaperlə onun sinəsindən yaralanır. Bunu mən bilmirəm, bunu əskər yoldaşları mühafizəsini sabunçu hərbi adına götürəndə onlar orada uşaqlar danışdılar bu vəziyyəti ki, pes belənçiyini olmuşdu. Mirəli qəhrəmanlıqla özünü qabağa verdi. Dedi, mən uşaqlarımdan əsik döqürəm, mən komandir olduğum halda onlar orada yaralı qalsınlar, ölsünlər. Mən onları gedib onlara qoşularaq o da şəhid olmuşdu. Onunla bağlı yaddaşınızda qalan hansı maraqlı xatirələr var? Mirəlinin xatirələrindən çox danışa bilərəm. İnanmazsınız, onun o qədər xatirələri var ki, hansından danışmağından qalmışam mətər ki, hansından başlayıb. Onun böyük bacısı instituta qəbul olmaq istəyirdi. Təsəvvür elə, o vaxtları qərənfil gülləri modda idi, əkildilər. Bunun əli səxavətli idi. Parnikdə olanlar deyirdilər, gəl işdilini götür, sən əkinə, biz aparaq, əkək parnikdə qəşək. İnanmazsınız, Mirəli, deməli, Umnisə böyük bacısı idi. O qəbul olmaq üçün instituta verdilər, pulluya düşmüşdü. Dedilər ki, 1500 manat pul verilməlidir. İnanmazsan, bu 14 yaşında uşaq akasa 5 işdil verib o parnikçilərə. Onlar 500 manat pul götürdülər, gəldilər ki, Mirəli, sən işləmirsən, bizim üçün əkmirsən. Mirəli, gələ bu sənin haqqındır. Atası da düzəltdi bunu instituta APİ-nin qəbul olmuşdu, bacısı apardı, pulu ödədi. Deyirəm, ay uşaq, sən 14 yaşı var idi də sənin pul qazanan vaxtıdır deyim, amma bax, belə oğul böyüdərlər, hələ mənim böyüklüyümü görsün, gör nələr görəcəksin. Sonra toylarda gedərdi, Mirəli, gəl sənin əlin Seyid övladısan, sənin əlin yüngüldür, gəl bu işləri gör ki də işimiz yüngül olsun.
Ancaq bir də bunun xəssiyyəti vardı. Hələ ki mart ayı oldu, bizim burada damın üstündə belə zat deyərdilər də, dam kimi. Çıxardı kərpələn uçurdardı. Yoldaşları, uşaqlar bilərdi, kərpələn uçulur, deməli Mirəli evdədir. Gedək onu dartaq, nəsə eləyək. Bax, belə xatirələr, uşaqlar da onu məhəllədəki uşaqlar çox istəyirdilər. Xatirələri məktəbdə inanmazsan, o Məhəbbət müəllim onu öz evladı kimi bilirdi, sinif rəhbəridir. Deyirdi, Mirəli, mən bilmirəm, sən necə uşaqsan, mən evə gedəndə də hələ Mirəli deyirəm, oğlum deyir mənə, mən Mirəliyəm, mən Mirəli deyirəm ki, o qədər o Mirəlinin xətrini istəyirəm ki, hələ dilimdə Mirəli qalım. Mirəli sizin üçün necə bir döyüşçü idi? Onunla bağlı yaddaşınızda hansı xatirələr var? Mən Əhmədov Azər Əhmədoğlu. Biz Mirəli ilə 92-də görüşdük Füzulidə. Sonra orada görüşəndən sonra yaxşı atışmalarımız oldu orada Füzulidə. Mirəli çox mərd bir oğlan idi. Mərd bir əsgər idi. O ermənilərə qan tuttururdu. Bizə deyirdi ki, qorxmayın, ürəkli olun. Ya ölüm, ya qalmaq. Mümkün deyil. Deyirdi Mirəli, döyüş hamımız üçün döyüşdür. Onu deməkdir. Biz bura gəlmişik qeyrət namussun vuruşmağa, canımızı qoymağa, şəhid olmağa. Mən xətrimi çox istəyirdi, mən də onun xətrimi çox istəyirdim. Bizdən biri də vardı, Maştağalı balası, Qasımov Zaur, Biniyyətoğlu, o da bizi ilə bir yerdə olurdu. O, Ağdamda da bir neçə erməniləri onlar məhv elədi. Qoymadı erməniləri dəfnağda seyləməyə. Tək başına bəlkə də bir 15-20 dənə ermənini avtomatla o öldürdü. Biz orada gəlib döyüşəndə uşaqlarımızdan neçəsi yaralandı. Həmin yaralananda bu iplə atdı, dedi ki, Mirəli, tək getmə də, qoy biz də gedək. Dedi, yox, mən özüm tək getməliyəm. Yəni, onları orada mən qoymayacam da, qalsın. Dedim, Mirəli, niyə? Qoy biz də gedək də. Deyir, yox, deyir, mən sizə əmr verirəmsə, oturun yerinizdə. Prosta siz nəzarət edin. Dedi, hə, yaxşı. Ya deyir, şəhid olmalıyam, ya onları mən çıxartmalıyam oradan. Neysə, Mirəli, ipi darsanda gördüm Mirəli. Gördüm Mirəli yaranıb sinəsindən. Ay da, Mirəli, nə qədər elədik bunu, sinəsindən elədik ki, masaj elədik ki, ayılsın da. Akasiya qan yığılıb, Mirəli elə canın elə mənim qucağımda tapşırdı. Mən orada dözə bilmədim. Neysə, Mirəliyi oradan çıxartdıq, gətirdik. Nə bilim, müharibə 92-93-də şiddətli müharibə getdi. Çox ağır döyüşlərimiz oldu bizim. Biz ancaq o döyüşlərdə ancaq qabağa gedirdik ki, döyüşməliyik, nə tər var, orada nə qədər bizim şəhidlərimiz var. Onları hamısını çıxartmalıyıq. Amma deyirəm, ay Mirəli, sən bizi necə qoyub gedə bilərsiniz, ha? Sən necə şəhid oldun? Yəni, sən bizə komanda verirdin. Sən bizim komandirimiz idin. Mən də komandir idim. Amma məndən yüksək komandir idi. Deyirdim, ola bilməz. Özümə o qədər danışdım. Uşaqlar dedi ki, Seyid, onsuz da bu getdi rəhmətə. Bu bizim şəhidimiz oldu. Neysə, bizim o şəhidimizin anası məndən, oğlun elə bir ki, iyim məndən alır. Hər mənə görəndə qucaqlayır, elə bir ki, Mirəlini görür. Qurban Allaha, Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı, uzun ömür arz edirəm. Allah səbir versin bütün şəhid analarına, şəhid bacılarına, şəhid qardaşlarına, şəhid asalarına. Döyüşümüz çox ağır getdi bizim. O vaxtı bizim arxamızda Cənab-ı Baş komandamız, Cənab İlham Əliyev kimi prezidentimiz olsaydı, biz Qarabağ yox, birbaşa Yerevana oturardıq. Bizim komanda verən olmadı, arxamızda duran olmadı, komanda verən olmadı. Ona görə də biz silahımız var idi, prosta ona silah da demək olmaz. Paşdı ilə biz əlbəyaxa da vuruşurduq biz ermənilərlə. Bir neçə erməniləri biz Akrujəndə də qaldıq. Akrujəndən də çıxartdılar bizi, sağ olsun. Sabuntu batalyonu.
Mirənin şəhid olmağı hələ mənim gözümün qabağından getmir. Ki, biz inanmadıq ki, Mirəli şəhid oldu. Uşaqlar orada hamı ürəyə partlayırdı ki, belə oğlanlarımız çox döyüşkan oğlan idi. Qorxmurdu, heç nədən qorxmurdu. Deyirdi, qorxmayın, heç nədən qorxmayın. Erməni kimdir ki, deyir, erməni bizə nəsə eləsin, ya hücum eləsin. Onlar bizdən nabarat qorxurlar ki, biz ora hücuma keçəndə onlar eşidirdilər ki, əsl döyüşçülər gəlir də, qaçın. Bizi görəndə qorxurdular onlar. Tir əsirdilər. Sağ olsunlar ki, orada Perişib batalyonu var idi, Ağsu batalyonu var idi, Sabunçu batalyonu var idi. Bütün batalyonlar hamısı bir-birinə qarışmışdı orada. Ki, biz o vaxtı 93-ün yanvarında bizim bir maşınımızı minya düşdü aşağı Veysəllidə. Biz erməninin 4 dənə tankını həmin o çökəkdə biz aldıq. Oradan 3 əskərin, 2 zabitin biz orada məhv elədik. Tankların keçirtdi əlimizə. Şəhid Mirəliyev Mirəlini necə tanıyırsınız? Biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabunçu rayonunun Maşdağa özəyi sədri Mustafa fürsətdən istifadə edib Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin adından, Füzuli müəllimin adından, ondan sonra Vahid müəllimin adından, Sabunçu rayonu sədri Ramiz müəllimin adından anaya başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Biz sizə də təşəkkür edirik ki, gəlmişsiniz bu isti havada, gəlmişsiniz, işıqlandırırsınız, çəkirsiniz. Allah sizə də can sağlıq versin, sizin kanalın rəhbərliyinə, sizin kanalın heyətinə buradan salamlarımızı göndəririk Maşdağa kəndinə. Biz Mirəli qardaşımızı gənc yaşlarından tanıyırıq. Onun necə mədəni, ondan sonra özünü dost qardaş yerini bilən, böyük kiçik yerini bilən, ondan sonra o idmançı olub, bilirsiniz, mən bilmirsiniz, qəşəng idmanla məşğul olub, səviyyələr tutub və onun döyüş yolu haqqında bizim eşitdiklərimiz də ki, mərd olub, atılqan olub döyüşə, ondan sonra döyüş yolunda böyük cəsarətlər göstərib və onun biz eşitdiklərimizə görə komandan tərəfindən tərtiflər olunub və bugün biz də bugünkü Maşdağa şəhidinə həm fəxr edirik, həm də ki, anasına başsağlığı veririk ki, bizim kəndimiz həmişə döyüşən, yəni həmişə hökumət dairəsində, istər fəallığı ilə, istər torpaqlarımızın qorunması haqqında gedən döyüşlərdə iştirakı ilə həmişə fərqlənib. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Ağamehdi Hadi, qədim Abşeron və Maşdağa tarixinin tədqiqatçısıyam, tarixçiyəm, yəni neçə kitablar müəllifiyəm. Qaldı ki, bu şəhidlərimizə, bütün şəhidlər bizim qəlbimizdədir, o cümlədən başqa bölgələrdən savayı Maşdağa bölgəsində də çoxlu şəhidlərimiz olub, istər 1-ci Qarabağ, istər 2-ci Qarabağ və antiterror əməliyyatları zamanı şəhidlərimiz olub. Hal-hazırda bu şəhidlərdən mən bir kitabda yazmışam, birinci demək Qarabağ müharibəsindən bir kitab da yazmışam, inşallah bu yaxınlarda çap olar. Yəni Mirəliyevi, mən tək onu yox, bütün şəhidlər haqqında demək, məndə məlumatlar var. Çünki biz şəhidlərimizi həmişə sevərik və onlar daim bizim qəlbimizdə yaşayırlar. Çünki onlar bizim üçün böyük bir iz qalmış, böyük bir məktəbin tələbələridir, yetirmələridir bunlar. Bu səbəbdən, yəni Allah yanında onların məqamı uca olduğuna görə, Allah onları sevdiyinə görə biz də onları sevərik. Mirəli Mirəliyevim demək mənim keçim olub, Maşdağlı olub.
Biz həmişə bir yerdə bəzən görüşmüşük. Demirəm, mən onunla dost olmamışam, çox yaxın olmamışam. Ancaq görüşlərimiz olub. Belə də cavanlar arasında görüşmüşük. Nəhayət Mirəli, demək o zaman bilirsiniz, övladlarımızı Quran altından keçirib cəbhələrə göndərərdilər. Təki bizim müstəqilliyimiz, dövlətçiliyimiz aradan getməsin. Onun döyüş yolu ilə bağlı nələr xatırlayırsınız? Sonuncu dəfə sizlə nə zaman danışıb? O vaxt biz bacarmadığımızı bu 44 gündə bu uşaqlar bacardı. Allah hamısını rəhmət eləsin, yerdə qalanlar, qazilarımıza, veteranlarımıza da can sağlığı versin. Mirəliyev Mirəli canlı vətən uğrunda fəda edərək şəhidlik zirvəsinə ucaldı. Onun igidliyi Azərbaycan bayrağı ordeni ilə qiymətləndirilsə də, ən böyük mükafatı xalqın qəlbində qazandığı əbədi sevgi və hörmətidir. Şəhidlər ölməz, vətən bölünməz. Növbəti buraxılışımızda başqa bir şəhidin həyat yoluna işıq salmaq ümidi ilə. Sağ olun, salamat qalın.